Salam dəyərli Cəbhət TV izləyiciləri, hər birinizi xoş gördük. Bugün sizə yenə də həftəlik proqnozları təqdim edəcəm. 23-29 iyun aralığında nələr gözlənildiyini. Xəbər verdiyim kimi ötən dəfə də dedim, ilin ikinci yarısında Ukrayna-Rusiya müharibəsinin ikinci yarısına keçməyəcəyini deyirik. Hər halda göstəricilər bunu deyir və son qızışmalar onu deməyə əsas verir ki, son akordlardır deyə yekunlaşdırmağa çalışırlar. Kimsə danışıq masasında oturanda əli güclü, qolu güclü, qüvvətli dursun. Yəni ümid edirik və bu həmin o dövrün, kəhkəşanlı, çətin dövrün son həftəsidir. Elə dünyanın demək olar ki, aparıcı strategiyası da Ukrayna-Rusiya cəbhəsində baş verənlərdən asılı olduğuna görə ümid edirik ki, bu ilin sonuncu sıxıntılı həftəsi olacaq və digər məsələlər də qaydasına düşəcək. Ümumi anlamda isə həftə passiv həftədir, işgüzarlıq da aşağı səviyyədədir. Yalnız ünsiyyətdə, səfər istiqamətində nələrəsə nail olmaq olar. Yəni yeni işlərə, riskli işlərə başlamaq o qədər də münasib zamana uyğun gəlmir. Amma yenə də ayrı-ayrı zodiak işarələrində bunların əksi də ola bilər. Gəlin keçək bürclərin proqnozuna görə həftə ərzində nələr gözlənilir. Qoç bürcü. İxtiyarınızda olan bu füsunkar həftə sizin üçün müəyyən mənada gərginliklə müşahidə oluna bilər. Bu daha çox fəaliyyət zəminində baş verəcək. Odur ki, əsas vaxtınızı istirahətə həsr etsəniz daha yaxşı olar. Ulduzlar ayın 27-sində müqəddəs yerlərə baş çəkməyi, yaxşı insanlarla rastlaşmağı, yəni görüşməyi tövsiyə eləyir. Yaşca özünüzdən böyük insanların məsləhətlərinə qulaq asın. Buğa bürcü. Təəssüf ki, ötən həftənin davam edən maliyyə çətinliyi bu ərəfədə də davam edə bilər. Odur ki, çıxılmaz vəziyyətə düşməmək üçün müəyyən qədər borc götürmək də olar. Ulduzlar ünsiyyətdə olduğunuz insanların bədxahlığına neytral yanaşmağınızı istəmir. Bunun əleyhinədir. Çünki uğursuzluqlarınızın əksəriyyəti cəsarətsizliyinizdən irəli gəlir. Əkizlər bürcü. Mübarək dinimizin şərtlərinə riayət etsəniz, iyun ayının bu son həftəsindən xüsusi zövq alacaqsınız. Yəni zərərli, Allaha xoş getməyən işlər görməmək istiqamətində. Fəaliyyətdə bir qədər passivlik müşahidə olunsa da, qarşılıqlı münasibətlərdə və şəxsi büdcəni artırmaqda hər şey normallaşacaq. Ayın 27-sində isə mütləq belə xoş auralı insanların arasında olmağınız sizi mövcud gərginlikdən çıxardacaq. Xərçəng bürcü. Bu həftədən başlayaraq göy qübbəsinə sizin bürcünüz tam hakim olacaq. Yəni bütöv həftədir ki, siz hakimsiniz. Bu da sizi digər zodiak işarələrindən daha enerjili və daha şanslı eləyəcək. Bu arada əsasən işgüzar sövdələşmələr də bəxtiniz gətirəcək. Ayın 29-da isə mübahisələrdən yayınmalısınız. Sevginizi büruzə verməyi bacarın. Şir bürcü. Kifayət qədər maraqlı bir həftə yaşayacaqsınız. Yeni insanlarla ünsiyyət, tanışlıq və perspektivli sövdələşmələr gələcəyə nikbin baxmağınıza səbəb olacaq. Vilayətlərdə yaşayan doğmalarınızla mümkün qədər əlaqə saxlayın. İş və maddi durum yol versə, ayın 25-də və ya 29-da səfərə də çıxa bilərsiniz. Çalışın ki, ay başa çatana qədər yeni təkliflərə razılıq verməyəsiniz. Qız bürcü. Pulla bağlı problemləri nəzərə almasaq, bu aralıqda hansısa çətinliyiniz olmayacaq. Bir qədər qənaətcil olun. İyunun 26-sından etibarən bəzi kəmkəsir işləriniz qaydasına düşməlidir. Amma astroloji göstəricilər arabir sevgi ünvanına başvurmağınızı da tövsiyə edir. Nəzərə alın ki, hazırda təkan verici qüvvəniz daha çox məhəbbətdir. Tərəzi bürcü. Qarşıda duran bu həftədə hamıdan enerjili, hamıdan şanslı olmaq üçün düzgün qərarlar verməli, düzgün addımlar atmalısınız. Bu isə çox sahələrdə uğurlarınızı artıracaq. Hazırda üzərinizə düşən başlıca vəzifə münasibətlərə aydınlıq gətirməkdir. Həftə ərzində yalnız sağlıq durumunuza diqqət yetirməlisiniz. Fəaliyyətdə uğurlar və şəxsi büdcədə artım barədə isə narahatçılıq yoxdur. Əqrəb bürcü. Şəxsi həyatınızın indiki mərhələsində o qədər də razı yaşamırsınız. Düşünürsünüz ki, sizin daxili aləminizi və bu dünyadan nə istədiyinizi heç kim başa düşmür. Amma yanlış düşünürsünüz. Bəlkə o iç dünyanızı açıb ortaya qoyasınız. Bəzən insanlar deyir də, məni heç kim başa düşmür. Bəlkə mən heç kim başa sala bilmirəm. Bunlar ayrı-ayrı şeylərdir. Bu suallara cavab tapsanız, həftədən razı qalacaqsınız. Oxatan bürcü.
Çərşənbə günündən başlayaraq şəxsi işlərinizdə əsaslı dönüşün baş qaldıracağını bildirən göy qübbəsi ölçülü biçili addımlar atmağınızı tələb edir. Yaxın adamlarla, qohum-qonşularla münasibətləri tənzimləməyə çalışın. İyunun 29-da şəxsi büdcənizdə artım gözlənilir. Qidanıza da fikir verin. Oğlaq bürcü. Bu həftə əsas vaxtınızı səhhətinizə yönəltməlisiniz. Çox güman ki, ötən həftələrdən yığılıb qalan ağrılarınız özünü qabardacaq. Odur ki, müalicəyə başlamağa dəyər. Çalışın ki, müayinə zamanı daha çox haqq təbabəti üsullarından yararlanasınız. Ayın 27-sində maraqlı təkliflər ala, 29-da isə varlana bilərsiniz. Su tökən bürcü. Hər mənada düşərli həftə demək olar. Çünki nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirə biləcəksiniz. Üstəlik, maliyyə çətinlikləriniz də aradan qalxacaq. Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmək, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır. Balıqlar bürcü. Təbiətdə baş verən iqlim və zodiak dəyişkənliyi daha çox səhhətinizə təsir göstərə bilər. Bu səbəbdən də hər addımda özünüzə diqqət yetirməlisiniz. Deməli, 24-26 iyun aralığında planetar quruluş bir qədər əleyhinizə işlədiyi üçün ağır fiziki işlərdən, riskli sövdələşmələrdən və uzaq səfərlərdən imtina edin. Özünüzü də ünsiyyət davranış zamanı çox bilmiş kimi göstərməyin. Sadə olun ki, seviləsiniz. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.